لله رب العالمين بارك الخلائق أجمعين ثم الصلاة والسلام على أفضل الأنبياء والمرسلين بالقاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين ونعم الدائم على أعضائهم أجمعين من الآن يوم الدين آمين يا رب العالمين. Amma ben cümə günüdür, qardaşlar ki, uzaqdan yaxından gəlirlər, Allah hamısının dünya və ahirətini, ahirətlə bağlı fazilətləri bu cüməni əzəmətləndirdikləri üçün, bu cümənin əzəmətin, hörmətin saxladıqları üçün Allah bütün fazilətləri inşallah həyata keçirsin deyə Peyğəmbər var, Peyğəmbər salavat deyək. قال الحكيم في كتابه المنير بعد بسم الله الرحمن الرحيم أم يحسدون الناس على ما آتاهم الله من فضله صدق الله العلي العظيم. Keçən dəfə ki, bizim növbəmizdə həsəd haqqındakı onun əzəmət nə qədər çox xəzil bir xəstəlik olduğu üçün söhbət açmışdır və qardaşlarımıza bir ay vaxt vermişdir ki, təyin edək özümüzdə həsəd deyilən bir xəstəlik var ya yoxdur. Hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, həsəd elə bir şeydir ki, çox insan ondan xilas tapa bilmir. Bəziniz bilmədən onun içində o həsəd olur və Allah bizi inşallah bu xəstəlikdən əlac eləsin inşallah. Və demişdir ki, inşallah əgər Allah göstərməsin bir oxşarlıq olsa, həsədə oxşar bir şey içimizdə olsa, onun müalicə yolları ki, Peyğəmbərimiz ruhlarımızın həkimi bizlərə nəsiyyət verir, imanlarımıza nəsiyyət verir, onları inşallah qeyd edəcək. Mən təkrar olmasın deyə, amma yada salmaq olsun ki, nədə həsədin nə olmalı? Həsəd yəni bir insanın əlində olan malı və ya onun bir şərəfi və ya o vəzifəsinin aradan getməyi istəyidir ki, ona biraz izahat vermək istəyəm. Keçən də vermişdim zaten, amma yenə də. Çünki burada qeyrət deyilən və qibdə deyilən bir amil də var, bir xüsusiyyətlər də var ki, onlar çox gözəl bir xüsusiyyətləridir ki, bir o bəyənilir insanda olsun. Həsəd, Allah-u ki, ayə-i kərimədə Nisa surəsində ki, tilavət edəsinin xidməsi buyurur, siz Allah'ın fəziletinden öz insanlara, öz bəndələrindən verdiyinə həsəd aparırsınız. Yəni, bunu zənn verin, bir həsəd aparmayın, bunu mən vermişim. Yaxşı, qeyrətlə, qibdə nədir bəzi insanlar layiq deyirlər birinə mövqeyə. Layiq deyirlər, məsələn üçün, bir əldə o mülk olsun. Ərəb pullularından verilənlərdən var. Allah onlara neymət verib, pul verib və ya neftin pulundan götürüb muzey açıb, nə alsa yaxşıdır, cinazə rüsumiylərində yığılmış bir skelet alıb və bu milyonlarla pul verib. Həmən vaxtı ki, müsəlmanların $1 da ehtiyacı var. Bu adam layiq deyil ki, bu neyməti götürüb xəmizdir, bunu həsəd deyil, buna qeyrət deyərlər. Qibdəyə gəlirlər. Qibdə bir insanın əlində bir mal və ya mülk, Allah möminlərdən uzaq eləsin, çox-çox yüzü istəyən vurduğum misala görə çox vaxtında diqqət olunmur. Bir insan istəyir ki, başqasının həyat yoldaşı boşuna qələbəliyyə ki, bu kişi ölsün, o qadın pul basın ki, mən ondan sonra evlənir, bu da həsəddir.
Qibdə isə bir şəxsdən mal görürsən, mülk görürsən, maşın görürsən, qəşəng tip görürsən, sən nə qəşəng maşallah. Sahibinə qismət ama Allah'ın mənə də belə onları yetir. Heç olmasa onun köhnəsi də olsa, işləmişi də olsa, mən sizə bir onları yetir, bu qibdədir. Və ondan üstünü də istəmək qibdədir. Onun əlindən getməmək niyyətindən. İngələ həsədə. Həsədin bir neçə mərhələsi var ki, insan birinci mərhələdə istəyər ki, bir şəxsin əlindən malı mülkü gedər. Allah verir ona, amma həsəd edir. İstəyir ki, onun əlindən gedər. Bu birinci mərhələdir. Və ikinci mərhələ budur ki, istəyir ki, onun əlindən gedib özünə gəlir. Yəni, mənim əlimi keçər. Üçüncü mərhələ budur ki, ən qorxulu mərhələ budur ki, insan istəyir ki, onun əlindən gedər. Mənim əlimdə gəlməsə, ev yoxdur, o geçsin. Amma onda o mal, mülk və yaxud onun üstünlüyü olmasın. Dördüncü mərhələ ondan da ağırdır ki, nə ki istəyir mənə gəlməsin, əlimdən geçsin, hətta özündə olanı da verir, özün də qurban edir, özün də hörmətdən salır, özündən mal qaydır ki, onun əlindəki mal geçsin. Həsəd budur. Çox böyük bir xəstəlikdir. Hökmən deyilir ki, məsələn, böyük məsələn üçün mal-mülk istəyərlərindən geçsin. Ola bizim qardaşlarımızda bir dənə fəsahətlə danışmalığı var. Ola bizim məsələn üçün iki dənə hədisi əzbərləməlik var, Quran oxumalığı var və ya başqa bir dənə üstünlük var ki, bəzən görürsən ki, biz istəmədən qəlbimizdən keçir. Çünki həsəd insanın qəlbi ilə bağlı bir xəstəlikdir, bir ruhla bağlıdır. Onu da ruhi bizim təbirlərimiz nəsət verir müalicəsinə. Buna diqqət eləməsi gəlib bir yerə yetişəcək ki, qəlbimizdə kök atacaq və artıq nə ki qəlbimizdə istəyəcək, hətta əlimizlə və yaxud cəvarimizlə, gözümüzlə biz insanlara əziyyət vermək. Həsədin müalicəsi. Müalicəsi ki, ruhla bağlıdır, ağlar buyururlar, elm və əməl. Bütün ruhi xəstəliklər birinci onu insan gərək, hətta maddi xəstəliklər olsa, təyin eləsin, tanısın, bunun hansı növdən də ondan sonra onu müalicə eləsin. Həsədin tanımalı ki, tanıdığı şükrarlığa izah verdiyi nədir, həsəd harada yerləşir, necə özün büruzə verir. Onun müalicəsi onu haqqında düşünmək ki, ayələrimiz var, ayələrdən hamısını oxumaq istəmirəm, bir işlə bərabər oxuyacağım. İnsan bilməlidir ki, bu kiməsə həsəd eləsə, xüsusən də mömin qardaşına həsəd eləsə, onun əlindən neymətə getmək istəsə, o insan özünə əziyyət verir, əzab verir. Bir, günah qazanır ki, Allahın ona verdiyi neymətə narazılıq edir. İki, onu düşünməklə, onun əlindən getməyini fikirləşməklə və yaxud onun əziyyətini çəkməklə özü gecəsi və gündüzü qarşı bir-birinə heç bir həyatdan ləzzət tapar. İmam Sadiq Aleyhisselamdan rəvayət var, buyurur ki, həsəd edən insan üçün hasid deyirlər ki, həsəd edən insan üçün bu dünyada ləzzət tapa bilməz, ləzzət ala bilməz. Çünki bunun beyni, ruhu ancaq onunla məşğuldur ki, mən necə eləyim bunun əlindən bu mülk geçsin. Çox vaxtı möminlərin arasında ki, şükürallah, möminsiniz inşallah, bu həsədin büruzə verdiyi gəlib, qəlbdən sonra zahir olduğu yer nədir? Qeybətdir. Bir insanın haqqında bir iki tərifləyir, istər-istəməz bir görsən bilirlər, əli və onun filan şeydə var, filan şeydə var. Eyb açmalıqdır, gətirir, onun hörmət insanların arasında hörmətə qalxa-qalxa, istəmir o hörmətə qalsın, biraz aşağı salır, bunun haqqında elə sözlər deyir ki, insanların gözündə sözsüz ki, düşür. Elmən bilməliydi ki, bu həsədin insanı həsəd edənindən başqasına ziyan yoxdur. Bunu biləndən sonra, yəqinə yetişəndən sonra həsədin əməli, müalicəsi. Elmən bildiyi əməli necə eləcək? İstər-istəməzlikdən mənim də belə qəlbimdən deyənlərə mən məsumam. Bəzən görürsən, insanın fitrətində olduğu üçün bir şey ki, çox istəyir, bizim hubbu camal, gözəlliyi sevməklik, hubbu kamal, kamallığı sevməklik, hər şeyin yaxşısını istəyir, hər şeyin gözəlini istəyir. Ondan fitrətimizdən bəzən görürsən, bir şəxsdə bir şey görən kimi o hissə diqqət eləməsin, əqlinin hökmünün altına
Nazgulda istər-istəməz ondan istəyirsən o gəlsin sənə. Da fikirləşirsən ondan qalmadı, amma sənə də gəlsin. Bunu diqqət eləmək üçün insan ancaq kimdə bir şey görərsə, gözəl bir şey görərsə, maşallah deməlidir. Şükür Allaha, Allaha həmd eləməlidir ki, möminlərə aiddir. Çünki fasiqlərə ya da kafirlərdə olan bu nemətlər, əslində Allah-u bütün nemətləri möminlər üçün xəlq eləyib, müsəlmanlar üçün, onlara tabi olanlar üçün. Bugünkü Allaha ibadət eləmirlər, Allaha inkar edirlər, Allaha üsyan edirlər, nemət içindədirlər. Bunlar qəsb sayılır. Möminlərin haqqı, o insanlar ki, Allaha ibadət eləmir, Allah bu nemətlər ancaq möminlərə verir, onlar qəsb edirlər. Onları sözsüz ki, biz həsəd yox, qeyrət edəcək, onların əlindən getmək istəyəcək. Möminlər və müsəlmanların əlində olan nemətlər ki, gözümüzdən görsük, buna şükür edəməliyik və Allahdan nə istəməliyik, onun üçün artmağını istəməliyik. Özüm də istəyirəm. Həzrəti xanım Zəhra əleyhissalam buyurur, İmam Həsən əleyhissalam gecənin bir yarısı gördüm anam gecə namazı qılır. Diqqət elədim, gördüm anam dua edir. Qonşular üçün dua edir. Bir qonşuları tanıyırım, adları üçün dua edir. Və səhərəcən gözlədim, gördüm ki, anam özü üçün dua eləmədi. Qonşuların hamısının adını çəkdi, amma özü üçün dua eləmədi. Səhər açılan kimi anama yaxınlaşdım ki, anacan, mən gecə diqqət elədim, sən ancaq qonşular üçün dua elədin, özün üçün dua eləmədin. Xanım buyurur, bu məşhur bir kəlmədir, birinci qonşu, sonra ev. Bu insanda belə bir ruhiyyə yaradır ki, sən qardaşın üçün özündən əvvəl istəyirsən bir neməti və hədisdə də var ki, əgər sən dua edirsən Allahdan bir qardaşın üçün bir şey istəyirsən, Allah birinci həmin o sənin ehtiyacını, hansı ehtiyacın olursa olsun, onu ödəyəcək, ondan sonra həmin o qardaşına o neməti verəcək. Mən həm öz nemətimi alıram Allahdan, həm də ki, qardaşım üçün dua eləməklə Allah yanında fəzilətini qalır. Yəni, həzrətin əməliyyən müalicəsi insan qəlbində mübarizə aparmalıdır. Hər nə görürsə görsün, özü üçün istəyəndə bunu mömin qardaşı üçün ondan əvvəl istəməlidir. Hədislərdə var olub, buyurur, qardaş qardaşın güzgüsüdür. Qardaş qardaşın özü istədiyi üçün qardaşın üçün da istəməlidir. Biz əgər mömin qardaşa bir şey istəyiriksə, əvvəl baxmalıyam, onu özüm üçün istəyərəm. Və ya özüm üçün bir şey, əlimi uzadıram, bazarda bir şey götürürəmsə, alıramsa görürsən, mənim mömin qardaşımın evində bundan var, görürsən, bundan yiyə bilir. Və bu gətirib çıxaracaq insanın ruhunu bir hala getirəcək ki, həsədə yer qalmayacaq orada və həsədin köklərindən çıxaracaq. Adətən, bilirsiniz, müalicə edəndə və yaxud bizim burada müalicədən danışılır və yaxud bir şeyi tanımaq üçün onun ziddini ortaya qoyurlar. İstini tanımaq üçün onu soyuqla müqayisə gətirir. İnsana soyuq dəyirsə, onu yaxşı üstünü örtmək lazımdır, peçin yanına qoymaq lazımdır, tərətmək lazımdır, soğuq dəymək olacaqsın istəyinə. Və həsədin də ziddi nəsihətdir. Belə bir xüsusiyyətdir ki, çox əfsus olsun, çox azalır bizim qardaşlar arasında. Əgər biz Allaha xatir bir-birimizi nəsihət eləməyə başlasıq, görərsiniz ki, gündən-günə nə qədər bizim səmimiliyimiz artır. Və nəsihətin haqqında da bir iki kəlmə deyim, sözsüz ki, bir cəmaatın içində bir nəfərə durulmadan nəsihət eləsə, bunu nəsihət deyilməz. Onu mən alsaqdaram, onun xüsusiyyətlərinə toxunaram. Nəsihəti ki, çəkəsən qıraqda təşkildə hiss elətdirəsən ki, sən doğrudan da bu qardaşın yaxşılığını istəyirsən, özü göstərmək üçün yox, özü ağlı bildirmək üçün yox, özü təcrübəni göstərmək üçün yox. Allaha xatir, bizim ki, burada bu bərəkət, Allah bərəkət verib, bu cəmiyyətdə biraz da artsın deyə, insanlar, möminlər bir-birinə biraz da yaxın olsun deyə, bir-birinə dərdləşsin deyə, onlar hiss edəcək. Amma bunu hiss edilir ki, kim bizə nəsədir, nə üçün deyir. Nəsiyyəti Allaha xatir olunsunun çox qısa bir zamanda nəticələri görsənəcək, burada həsəd deyilən bir şey qalmayacaq. Çünki nəsihət həmin o soyuq dəyməni necə ki, istəyilən ara